Qarşınızdayıq. Deməli, ikinci sualda deyir ki, satıcı 63 kiloqram buğdanı və 105 kiloqram darçını eyni ölçülü torbalara boş yer qalmamaq şərti ilə doldurub satmağı planlaşdırır. Buna əsasən o ən az neçə torbadan istifadə edər? İlk öncə biz burada ən az deyirsə 63 ilə 105-in əbobunu tapırıq. Yəni 63 ilə 105 ən böyük hansı ədədə bölünür? 63-ün bölənlərini yazsaq, 63-ün bölənlərini tapsaq, 63 bölünəcək 3-ə 21, 3-ə 7, 7-yə 1. Sonra 105-in bölənlərini tapırıq. 105-i 3-ə bölürük 35, 5-ə bölürük 7, 7-yə bölürük 1. Bunlarda əbob 3 vurulsun 7 bərabərdir 21. Yəni bunların hər birini biz 21-ə bölüb torbaların sayını tapmalıyıq. 63-ü 21-ə böləndə 63 bölünsün 21 bərabərdir 3-ə. 105 bölünsün 21, 105 bölünsün 21 bərabərdir 5-ə. Cəmi neçə torba istifadə edilir deyirsə 3 plus 5 bərabərdir 8 B variantı.